Salam dostlar, bugün sizinle chess'ten 3 dəfə şahmat oynayaq. 3 dəfə şah. Random 3-2 10 dəqiqə 5 1 dəqiqə yaxşı 3-2 olsun. Başlayaq. Videoya like atmayı, kanala abunə olmayı unutmayın. Belə videoların gəlməyini istəyirsinizsə videoyu bəyənin və daha yaxşı işlər görsəniz yorumlarda yazın. Biz ən birinci belə başlamaq, çünki məqsəd şah verməkdir. Və belə başladıq. Əslində belə başlayıb, belə gedib, belə eləmək neydi? Nəysə. İndi buradan belə gedib, sonra belə getmiyorlar. Yəni son deyil. Aslında burada müdafiəni 2 eləməz ki. Bunu vurdusa Jessin bir xanımız gedir, yəni. Bunu vursa ama getmir də. O məntiqlə. Necə burada nə qoysa da bir xal gedəcək. Növbəti gediş belə olacaq, amma o da vuracaq. O da var. Neysə. Bizə vurduq. Şaha qaça bilərik. Bəli. Vəzirlə şahlıya bilmir. Aslında burada baxmırsınız xalamala nə gəldi. Burada əsas odur şah verəsiz. Bu ən filə hücum eləyək, sonra da vəziri bir xal getdi. Səhv edilmək təhlükəsi. Aslında burada fikirləşirsiniz geri qoyaq, geri qoyanda bununla vuracaq. Fikirləşə bilərsiniz ki bununla qabağını kəsək, onda da bir də vurub bir də xal gedəcək. Yəni qabağını kəsməklə qurtarmış. Qaçmalısınız. Özü doğru yerə qaçmalısınız. Təhlükəli gəldiyiniz yerə xeyr. Fili geri çəkdi. Ata hücum eləyirik. Növbəti gediş vəzifə. Oyun çox qarışdı. Əslində bu başlayan kimi oyun haqqı hesabın bitirməliydik. Bu niyə fil bura qoydum? Biz bunu vursaq nəsə eləyə bilir o. Yəni gediş haqqımızı azaltmaq üçün. Buradan şah deyəcək. Vurduq. Bir yanda şah uduruq. İşte oyun bitti. Buradan məqsəd budur. Bunlar özü tez qutarır biraz. Belə oynar. Standartlar tez qutarır. Bu səfər qara olduq. Qara olanda məntiq fikirləşirəm. Buradan birləşirlər burada, onlar burada. Yəni burayla başlayacaq. Vura, bu da vura. Buradan material şah vermək istəyir, alınmayacaq. İcazə vermirik. Bura vəziri çıxartacaq, yəni ki. Şah 1. Sonra gözü qəşəng
Əslində yox, şahın yerini tərpətməmiş. Burada garanti birim vuraq. Sonra şah yerini tərpətsə buradan garanti olmur. Ora qaçdı. Bizdə oranı vuran bir şey yoxdur hələ ki. Bir dənə belə oyun qurtarır bilər. Gördünüz? Qurtara bilər. Amma yəni də oyun qurtarırsan ki, vurduqdan sonra matdır. Nə mənası var? 2 oyun utduq, bir də oynayırıq. Əslində chessdə maraqlı digər də oyunlar var. Bunu bəyənsəz videoya like atsaz, digər oyunlarda oynayarıq. Sən 4 adam şahmat oynayırsan, ikisi başqa növ var, ikisi ilə bir oynayır, ikisi bir oynayır. Məsələn, taxta 1 deyək, taxta 2 deyək. Taxta 2-də məsələn sənin dostun 2 dənə dost olur, 2 dənə də rəqib olur da. Sənin dostun sən taxta 2-də rəqibin hansı daşını vurub, o ki sən o öz daşın kimi istifadə edə bilirsən. Hara istəsən qoya bilirsən hansısa xanaya. Və həmin formada mən səhv başladım. Həmin formada məsələn öz vurduğun daşı, rəqibdən aldığın daşı işlədə bilirsən. Buradan garanti olmur. Neysə, vuraq, onsuz da bunu vuracaq. Oradan 2. Üçüncü gedişdə 2 dəfə şah vermişik. Qaçırıq. Bir yəndə şah. Yəndə şah çıxart buradan. Neyse, bunu bura qoyaq, özdə filmimizdən yolunu açmış olaq. Onun filmin yolunu bağladıq, o 2 dənə vurmalı artıq. Biz bir gedişə onu mat eləyə bilərik. Bizim yolumuzu indi kəsə bilər o. Keçir. Belə kəsdi, amma biz də buradan mat eləyirik. Və artıq 3 oyunda uduruq. 5 oyun utduqdan sonra 5 oyun oynayacaq. 3-ünü oynamışıq və udmuşuq. Bunu belə başlayaq yenə. Çünki bir hafta belə başladıq, yaxşı getdi oyun. Mən kimi başladı o. Belə başlayırıq. Bizim qabağımızı necə kəsə bilər? 1 2. Siz də bu oyunu mənim kimi bu taktikanı eləyə bilərsiniz. Vəzirinizi çoba mat eləmək istəyirmiş kimi qoyursunuz və buradan mat eləyirsiniz, şah verirsiniz. O da vəzirinizi vurduqda siz fillə şah verirsiniz. Əslində o indi səhv qoydu və 3-cü dəfədə fili qora qoyub şah verib udursunuz. 4-cü oyunumuzu da utduq. Son 5-ci oyun. Yenə xatırladıram, video bəyənməyi və videoya abunə olmağı unutmayın. 5-ci oyunumuz. Səviyyəmiz burada başlayanda 8 neçə idi, indi 1585 oldu. 1586 daha doğrusu. Onda 1425 oldu. İndi burada 1586'ın üstüne 12 gəlib, yoxsa yəni A olduq. Bu bayaqki taktikanı ağlarda olduranacaq. Bir dəqiqə fikirləşək. Belə qoydu deyəlim ki, məsələni oynadı, bunu bura qoyduq. İndi bu vəzinin çıxması alına bilər. Sən belə oynayırıq, vurdu. Növbəti gedişdə bunu bura qoyuruq. Və indi o ağ adamlardan birinə qoysa artıq matdır. İndi qoymadı ağ adamlara. Biz də artıq bir şaha uzmuş sayılır. Onda necə?
belə alınmır, belə yenə alınmır bu. Topun bir dəqiqə. Biz bunu belə qoyduq da artıq yəni vurmuş olacaq. Biz bunu əslində vurmamalıyıq. Vursaq o vəzirlə bizi görürüz. Beləncə şah edir və əslində biz onu artıq utduq. Və 5 oyunu da utduq. Belə videoların davamını istəyirsinizsə videoya bəyənməyi unutmayın və başqa necə hansı tip oynar istəyirsinizsə adların yorumlarda yazın. Sağ olun dostlar.